Məsafədən iş modelində onlar öz şəxsi həyatlarına, hobbilərinə, ailələrinə, dostlarına daha çox zaman ayıra bilirlər. Çünki bizim həm ofisə getmək üçün, həm qayıtmaq üçün sərf etdiyimiz o zaman dilimi yoxdur. Məsafədən iş modeli həyatımıza pandemiya dönəmində daxil oldu. Bundan öncə tam ştatlı və sərbəst iş, freelance dediyimiz iş modelləri daha populyar idi. Amma pandemiya ilə şirkətlər təbii ki, fiziki olaraq ofislərini bağladığına görə insanlara uzaqdan, yəni evlərindən işləmə şansı verdilər. Və nəticələr göstərir ki, həqiqətən bu iş modeli pandemiyadan sonra kifayət qədər uğurlu oldu və artıq keçici bir həll olaraq yox, insanların həyatında qalıcı bir iş modeli olaraq davam edir bu günə qədər. Gənclər nəyə görə bu günlərdə məsafədən iş modelinə üstünlük verirlər? Azərbaycan nümunəsində danışacağam. Məsafədən iş modeli yerli iqtisadi məhdudiyyətləri aradan qaldırır. Yəni gənclər artıq əməklərinin, bilik və bacarıqlarının qarşılığını təsadüfi bir rəqəm olaraq deyil, həqiqətən real dəyər olaraq almaq şansı əldə edirlər. Bundan əlavə təbii ki, ən böyük üstünlüklərdən biri də zaman üzərində nəzarətdir. 15-20 il öncəyə müqayisədə həyat artıq çox daha sürətlə hərəkət edir və insanlar da zamanı itirmək istəmirlər. Mən deyərdim ki, zaman vaxt anlayışları artıq maaş qədər insanlar üçün dəyərlidir və onlar yola, məsafəyə sərf edəcəkləri vaxtı artıq öz həyatlarına sərf etmək istəyirlər. Nəzərə alsaq ki, yeni nəsil daha rahat mühitdə işləmək istəyir. Onlar üçün artıq bəy, xanım kimi qəliblərin istifadə olunduğu korporativ mühit maraqlı deyil. Məsafədən iş modeli həm də onlara daha rahat bir iş şəraitində, iş mühitində işləmə imkanı verir. Çünki məsafədən işlədiyiniz zaman çox qəribə bir şəkildə o hiyerarxiyanı hiss etmirsiniz və şirkətdə işləyən hamı çox rahatlıqla çata biləcəyiniz bir mövqedə olur. Hətta çox rahatlıqla şirkətin CEO-sunu belə yaza və ondan fikirlər ala bilərsiniz. Hətta birəbir görüş belə istəyə bilərsiniz ondan. Biraz istəyərdim məsafədən işləməyin müsbət və mənfi tərəflərindən danışım. Gəlin əvvəl müsbət tərəflərindən başlayaq. Müsbət tərəflərindən təbii ki, birincisi hər gün 4 divardan ibarət ofis dediyimiz bir fiziki bir məkana getmə ehtiyacınız yoxdur. Yəni həmin məkana getmədən belə siz işlərinizi tamamlaya bilərsiniz. İkincisi, əlbəttə ki, bunu qeyd etmək olar ki, məsafədən iş modeli normal tam ştat dediyimiz iş modelindən heç bir şeylə fərqlənmir. Yəni tam ştat iş modeli sizə hansı üstünlükləri, hansı işçi hüquqlarını verirsə, məsafədən iş modeli də eynilə sizə eyni hüquqları təqdim edir. Buna daxil də məzuniyyət, analıq məzuniyyəti, illik xəstəlik icazəsi, bonuslar və s. Həmçinin bu iş modeli ilə siz şəxsi həyat və iş həyatındakı balansı daha yaxşı qoruya bilirsiniz. Bəzi insanlar fikirləşirlər ki, və həqiqətən bunu təcrübə edirlər ki, məsafədən iş modelində onlar öz şəxsi həyatlarına, hobbilərinə, ailələrinə, dostlarına daha çox zaman ayıra bilirlər. Çünki fiziki iş modelində bizim həm ofisə getmək üçün, həm qayıtmaq üçün sərf etdiyimiz o zaman dilimi yoxdur. Nəzərə alsaq ki, tıxaclar da çoxdur və gün ərzində 4-5 saata qədər insanlar özləri üçün ayıra bilirlər. Amma bütün bu müsbət cəhətlərə baxmayaraq, təbii ki, məsafədən işləməyin mənfi tərəfləri də var. Yəni məsafədən işləməyi romantikləşdirmək olmaz. Onun məsuliyyətini tam olaraq dərk etmək lazımdır. Bunlardan birincisi odur ki, məsafədən işləmək məsuliyyətli insanlar üçündür. Yəni bütün yük tamamilə sizin üzərinizdədir. Bu layihəni təhvil vermək və yaxud da işləri görmək baxımından yox, tamamilə sizin üzərinizə düşən öhdəliyi yerinə yetirmək baxımından məsuliyyətin öz əlinizdə olması deməkdir. Yəni heç kim belə deyək, mikromenecment etməyəcək, heç kim sizi gündəlik tasklarınızı, gündəlik tapşırıqlarınızı yoxlamayacaq. Siz tamamilə bütün nəzarəti öz əlinizə alıb və işlərinizi vaxtında təhvil verməlisiniz. Yəni gündəlik sizi yoxlamasalar belə, aylıq və rüblük hesabatlarda sizə qoyulan KPI-ları tamamlamadığınızda o zaman sorğulama baş verəcək. Korporativ mühitdə isə bunun tamamilə əksini görürük. Yəni gündəlik fiziki olaraq ofisdə var olmağınız belə sizin işləyirəm obrazı yaratmağınıza kifayət edir. Amma məsafədən işləməkdə bunu imitasiya etmək çox çətindir. Həmçinin məsafədən işlədiyiniz zaman məsələnin hüquqi tərəfinin məsuliyyəti də tamamilə sizin üzərinizdə olur. Yəni razılaşdığınız maaş rəqəm olaraq brut
sayılır və siz o rəqəmi əldə etdikdən sonra bütün vergi prosedurlarını özünüz həll etməlisiniz. Məsafədən hüquqi olaraq işləmək üçün vəyan açdırmaq və kiçik sahibkar olaraq xidmət təqdim etmək lazımdır və bunun da təbii ki, aylıq və rüblük hesabatlarını, vergilərini vaxtı-vaxtında ödəmək tələb olunur. Bunun iki yolu var. Özünüz əgər anlayışınız varsa, vergiləri özünüz təqib edirsiniz, özünüz vaxtında ödəyirsiniz. Yox, əgər sizin üçün bu proses biraz çətin gəlirsə, Azərbaycanda sərbəst iş rejimində işləyən mühasiblər var ki, hansı ki, onların xidmətlərindən yararlana bilərsiniz. Bu da təbii ki, ikinci bir xərc yaradır sizin üçün. Həm məsuliyyətli olmaq və vergiləri vaxtı-vaxtında ödənilməsini izləmək lazımdır. Həmçinin də siz bir mühasibdən xidmət aldığınız zaman təbii ki, onun qarşılığını ödəmək lazım olacaq. Yəni belə desək, əlinizə gələn pul, vergilər çıxılacaq, sizin həmin işin təmin etmək üçün ödədiyiniz bəzi xərclər çıxılacaq və yerdə qalan məbləğ sizin maaşınız hesab olunacaq. Ona görə də məsafədən iş modelinə müraciət etmisinizsə, müsahibə zamanı bütün bu xərcləri, vergiləri, faiz dərəcələrini nəzərə alaraq ümumi bir rəqəm demək lazımdır. Yəni xalis əlinizə almaq istədiyiniz məbləği deyil də, bütün xərclər üzərinə gəldikdən sonra formalaşan məbləği müsahibədə çox rahatlıqla bildirə bilərsiniz. Biraz məsafədən iş modeli Azərbaycan vətəndaşları üçün nə qədər əlçatandır, bunun haqqında danışmaq istəyirəm. Əslində məsafədən iş modelinin ən gözəl tərəfi odur ki, o bütün dünya vətəndaşları üçün əlçatandır. Sadəcə internetə sürətli çıxışınız və kompüteriniz, texniki avadanlığınızın olması kifayət edir ki, bu cür işlərə müraciət edəsiniz. Hətta bir çox şirkətlər sizi işə götürdükdən sonra texniki avadanlıq, yəni sizi kompüterlə təmin edir, eyni zamanda özünüz üçün evdə iş gücü yaratmaq istəyirsinizsə, bunun üçün sizə masa, stul kimi avadanlıqları almaq üçün də xüsusi bir büdcə ayırır. Bu iş modeli bir çox maneələri aradan qaldırır. Əvvəllər xarici şirkətdə işləmək deyəndə və yaxud da xaricdə işləmək deyəndə bir çox maneələr ortaya çıxırdı. Bu iş icazəsi, iş vizası, daha sonra həmin ölkəyə köçmək, adaptasiya periodu və s. Məsafədən iş modeli ilə isə bütün bu məhdudiyyətlər demək olar ki, aradan qaldırılır. Sizin heç bir icazəyə ehtiyacınız yoxdur. Sadəcə xidmət müqaviləsi əsasında dünyanın istənilən ölkəsindəki şirkətlə bu iş modelində işləyə bilərsiniz. Bəs məsafədən iş modelində olan vakansiyaları hardan tapmaq olar və necə müraciət etmək olar? Bunun üçün bir neçə faktor var, hansı ki önəmlidir, amma mən deyərdim ki, ən önəmli faktor təbii ki networkingdir. Əlaqələriniz nə qədər güclüdürsə, bu iş modelində olan vakansiyalarla qarşılaşmaq ehtimalınız daha çoxdur. Mən öz şəxsi təcrübəmdən deyə bilərəm ki, ilk məsafədən işləmə işimi bir neçə il əvvəl çalışdığım bir şirkətin əməkdaşı vasitəsilə tapmışdım. O qlobal bir şirkətdə çalışırdı və bir gün təsadüfən məndən əlaqə saxlayaraq Azərbaycanda komanda toplandığını dedi. Və sizə deyim ki, şirkət daxilindən birinin sizi tövsiyə etməsi çox önəmlidir. Bu artıq digər namizədlərə nisbətən sizin namizədliyinizi bir neçə addım daha irəli çəkir və qəbul olmaq və iş təklifi almaq şansınız çox-çox daha yüksəkdir. İkincisi, təbii ki, sadəcə fiziki networking nəzərdə tutulmur, həm də bizim rəqəmsal networkingimiz çox önəmlidir. Professionallar üçün nəzərdə tutulmuş LinkedIn platformasında kifayət qədər bu iş modelinə uyğun vakansiyalar paylaşılır və orada daim aktiv olmaq lazımdır. Belə bir deyim var ki, əslində şans hər bir insanın qapısını həyatında bir dəfə də olsa döyür və ən önəmlisi olan bunu qəbul etməyə həmişə hazır olmaqdır. Ona görə də daim axtarışda olmaq, daim əlaqələrimizi genişləndirmək önəmlidir. Üçüncü, bu vakansiyaları tapa biləcəyiniz platformalar isə qlobal vakansiya saytlarıdır. Sadəcə kiçik bir araşdırma ilə bu saytların siyahısı ilə tanış ola bilərsiniz və orada hər gün demək olar ki, daha çox marketinq, tərcümə və IT sahəsinə uyğun vakansiyalar yerləşdirilir. Amerika və Avropadan daha çox şirkətlər bu sahələrə uyğun vakansiyalar açırlar və Azərbaycandan da çox rahatlıqla həmin şirkətlərlə əlaqə qurmaq və işləmək ehtimalı var. Nəticə olaraq bunu deyə bilərik ki, məsafədən iş modeli həm məsuliyyətli, həm də məsuliyyətsiz insanlar üçün bir challenge-dır. Sadəcə bu iş modelinə keçməyə qərar verməmişdən əvvəl yaxşı düşünmək lazımdır və özünü tanımaq lazımdır ki, zamanı, məsuliyyəti, işi vaxtında idarə edə bilmək mümkündürmü ya yox və bundan sonra artıq qərar verərək hazırki iş modelinizi dəyişə bilərsiniz.